Salam hörmətli müəllimlər, hörmətli həmkarlar, hər birinizi xoş gördük. Hamınızı salamlayıram. Mən EMAŞEM Tədris Mərkəzinin riyaziyyat müəllimi Orxan müəllim, Orxan Alışov. Bizim EMAŞEM Tədris Mərkəzinin kitabı, yəni riyaziyyat test bankından, bizim yazdığımız test bankından belə bir gözəl bir sualı sizlərlə paylaşmaqdan zövq alacağım inşallah. Sisteminin 250 olarsa A parametrinin tam qiymətləri sayını tapın. Kökləri sayıyla bağlı mən qrafik üsullara toxunmuşam. Əlbəttə ki, bunun cəbri üsulu da var, amma sizin üçün fərqli bir üsul göstərmək istəyirəm. Gəlin belə eləyək. İlk əvvəl koordinat oxlarını çəkək. Deməli, koordinat oxlarını çəkirəm. Yəni, bu olsun Y oxu, bu da olsun X oxu. X kvart üstə Y kvartı bərabərdir 18 nədir? Yəni, mərkəzi koordinat başlanğıcında olan və radiusu 3 kök hatta 2 olan, yəni bu 3 kök hatta 2-nin kvadratıdır olan çevrədir. Belə bir çevrədir. Biz o çevrəni deməli qeyd edək. Belə bir çevrədir. Baxın. Bunu biraz kiçildək. Belə bir çevrədir. İndi bax fikir verin. Bu isə Y bərabərdir. Səbirli olar bilənə. Y bərabərdir. Mənfi modulda x toplansın A-4. Bu nə anlama gəlir? Qolları aşağıya enmiş modul funksiyası. Qolları aşağıya enmiş modul funksiyası. Yəni, radius belə deyil də, bunu ki, kök hatta 18 yazaq elə. 3 kök hatta 2 yox, kök hatta 18 kimi də saxlayaq. Təkcə bu hissənin qrafiki belə olur. Bircə saniyə. Bəli, belə olacaq. Bax, fikir verin. Mənfi istənilən funksiyada belədir. Funksiyanın əsas hissəsinə nəsə əlavə eləsə yuxarı qalxır, nəsə çıxsaq aşağı enir. Yəni, A-4, belə deyək də, bu modul funksiyası kök altda 18-ə qədər qalxa bilər. Yəni, belə deyim də, bunun yerində kök altında 18-də, amma kök altda 18-ə dəymir. Yəni, dəysə, onda funksiya və sarı funksiya və ağ çevrənin 3 ortaq nöqtəsi olur. Desəydi 3 kökü olsun, onda A-4-ü bərabər eləyəcəkdim kök hatta 18-ə. Amma burada nədir məsələ? Burada nədir məsələ? Bu qrafik kök hatta 18 ilə bu mənfidir. Mənfi kök hatta 18 arasında gedib gələcək. Baxın, bu şəkildə. Bu qrafikin bütün vəziyyətlərini dəyərləndirəcəyik. Yəni, belə çıxır ki, A-4 böyükdür mənfi kök hatta 18-dən, kiçikdir kök altında 18-dən. İndi biz burada tam köklərin sayını axtarırıq. Bundan təqribən çıxsın haradasa mənfi 4/2, bu da 4/2. Belə düşünün də, mənfi 4/2 ilə 4/2 arasında 4-ü mənfi, 4-ü müsbət, 1-i də 0, 9 dənə tam ədəd var. Çünki qrafikin belə vəziyyətlərində çevrə və qrafikin 2 ortaq nöqtəsi olur. Bütün hallarda 2 ortaq, yəni bu sistemin 250 olur. Ortaq nöqtələrin sayı sistemin kökləri sayını göstərir. Amma tək burada vəziyyət budurmu? Xeyr, tək vəziyyət bu deyil təbii ki. Mən 4-ü niyə görə sağa sola keçirtmədim? 4-ü sağa sola keçirtməyim tam kökləri sayını dəyişməyəcəkdir. Onun üçün də buna gərək görmədim. Çünki məndən sayını soruşur. Buradan 9 dənəsi çıxır. Bir də bu qrafik bu vəziyyətdə ola bilər. Yəni, modul funksiyasının qanadları, belə deyim də, bu çevrəyə toxuna bilər. Əgər bu çevrəyə toxunursa, daha səliqəli çəkək bunu. Səbirli olaq. Bir dəqiqə. Baxın, baba, belə bir şeydir. Modul funksiyanın qanadları çevrəyə toxunur. Çevrəyə toxunanda da 2 ortaq nöqtə olur. Baxın, yəni sistemin 250 olur. Radius sadəcə bizə lazımdır ki, buradakı nöqtə görəsən tamdır yoxsa yox. Yəni, bunun qiyməti tamdır yoxsa yox. İndi, belə deyim də sizə, radius nə qədər idi? Radius, deməli, 3 kök hatta 2-dir. O radiusu mən belə də çəkə bilərəm. Baxın, 3 kök hatta 2. Şəkildə gördüyünüz üstbucaq bərabər yanlı düzbucaqlı üstbucaqdır. Çünki modul funksiyasının əgər x-in əmsalı 1-dirsə, x oxu ilə 45 əmələ gətirir. Bu 45-dir. Bərabər yanlı düzbucaqlı üstbucaqdır. Hündürlüyü 3 kök hatta 2-dirsə, deməli, burada 3 kök hatta 2 olur.
3 kök adda 2-nin, demək bu bərabər yanlı düzbucaqlı sorğudur. 3 kök adda 2-nin kök adda 2 misli eləyəcək 6. Bax, bura 6-dır. Bəli, deməli bu da tam qiymətdir. Tam olduğu üçün A parametrinin isə tam qiymətində sistemin 2 həlli olar. 9-u buradadır, 1-i də buradadır. Deməli olacaq nə? Olacaq 10 dənə. Olacaq 10. Əslində A-nın qiyməti 6 deyil. Əslində A-4 6-ya bərabərdir. A-nın qiyməti 10-dur. Əgər mən sayı tapıramsa, 4-ü sağa sola keçirməyə gərək yoxdur. Sağ olun, sağlıqla qalın, Allaha əmanət olun.